Salam əziz izləyicilər. Hər birinizi xoş gördüm. Bugün sizə YouTube'da Azərbaycan dili və ədəbiyyat fənləri üzrə bütün mövzularla əlaqəli ən vacib qısa izahları və praktik üsulları təqdim edəcəm. Azərbaycan dili və ədəbiyyatı öyrənə bilməyənlər bu sadə üsullarla rahatlıqla öyrənə bilər. Başlayaq. Bugünkü izahımız sevinç, sevgi və sevda sözlərinin kökünün hansı söz olduğunu müəyyən etməkdir. Birinci sözümüz sevinç sözüdür. Gəlin baxaq, görək bu sözün kökü nədir? Sözü biz həm sev üzərindən təhlil eləyəcəyik, həm də sevin üzərindən təhlil eləyəcəyik. Baxaq. Əslində sözümüzün kökü sevindir. İsə leksik şəkilçidir. Baxaq. Biz birinci görək sevdən sevin yarada bilərikmi? Baxıram. Sev nə deməkdir? Nəyəsə məhəbbət bəsləməkdir. Kiməsə məhəbbət bəsləməkdir. Sevgidir. Amma sevin şad olmaq, fərəhlənmək deməkdir. Sevlə sevin arasında əlaqə varmı? Xeyr, əlaqə yoxdur. Ona görə də bunu necə götürürük? Sevin kökünü götürmüş olacaq. Yəni sevlə əlaqələndirə bilmərik. Məsələn, mən anamı sevirəm. Aha, mən yaxşı qiymət alanda sevinirəm. Baxın, mən yaxşı qiymət alanda sevinirəm. O zaman qəlbimdə nə yaranmış olacaq? Mənim qəlbimdə sevinc yaranmış olacaq. Ona görə sevinlə sevinc arasında məna əlaqəsi var. Sözümüzün kökü olacaq sevin. Gəldik sevda sözünə. Sevda sözü sadə sözdür, unutmuruq. Mənası məhəbbət, eşq, güclü bağlılıq deməkdir. Məsələn, onun ədəbiyyata böyük sevdası var. Yəni ədəbiyyata böyük məhəbbəti var. Uşaqlar deyə bilər ki, burada sev feili var. Deməli, kök sevdir. Xeyr, sevdanı sev üstəgəl da kimi ayıra bilmərik. Sevda və sevmək arasında əlaqə yoxdur. Baxın, bir hərəkətdir sevmək. Kiməsə, nəyəsə məhəbbət bəsləməkdir. Həmin bu sevdadakı olan bu sev, həmin hərəkətin özü deyil, məhəbbət, eşq mənasında işlənən ayrıca sözdür. Yəni, belə deyim, sevda, məhəbbət insana sevməmişdən əvvəl də gələn bir hissdir. Yəni, birinci, sevməyə bilər. Amma əsas odur qəlbində onun məhəbbəti, eşqi, sevdası var. Ona görə də bunu sevlə əlaqələndirə bilmərik. Sevgi sözünün kökü isə sevgi leksik şəkilçidir. Sevgi düzəltmə sözdür. Yəni, sev hərəkətindən sevgi adlı anlayış yaranmış olur. Yəni, birinci insan sevir, sevəndən sonra onun qəlbində sevgi yaranmış olur. Mən anamı sevirəm. Deməli, anamı sevirəm. Anamı sevəndən sonra mənim qəlbimdə nə yaranmış olacaq? Sevgi yaranmış olacaq. Ona görə də burada sevlə sevgi arasında məna əlaqəsi var. Ona görə də bu sözün kökünü sev götürmüş olacağıq. Bugünkü videomuz bu qədər. İnşallah növbəti videolarda görüşərik.